Deməli, bu gün öyrənəcəyik hansı bölməni? İsim bölməsini. Ümumiyyətlə, ingilis dilində isim demək üçün istifadə edirsiniz. The noun. Əsas nitq hissələrini, bəli, ümumiyyətlə, ingilis dilində mövzu adını istifadə edərkən əksər hissələrdə Z artiklından istifadə edirik. Yəni, mən sadəcə noun desəm, bu doğru olmayacaq. Ən doğru versiyamız olacaq the noun. Düzdür? Deməli, məlumat üçün nə edək? Müqayisə eləyək də Azərbaycan dili ilə. Azərbaycan dilində isim hansı suallara cavab verir? Uşaqlar, Azərbaycan dilində isim nəyə cavab verir? Hansı suallara? Kimlə hara? Asıl. Azərbaycan dilində ismin 3 sual olacaq. Kim, nə, hara. Düzdür? Amma ingilis dilində sizin cəmi 2 sual vermə ehtimalınız var. Biri olacaq kim, digəri olacaq nə. İngilis dilində isimin hara sualı yoxdur. Bir daha təkrar edirəm. Azərbaycan dilində isimdə 3 sual var. Kim, nə, hara. Lakin ingilis dilindəki isimdə cəmi 2 sual var. Biri olacaq kim, digəri olacaq nə. Deməli, kim sualı olacaq what. Üzr istəyirəm. Bu olacaq nə. Digəri isə olacaq who. Fikrimdə başqa şeylər yazıram. Bu rəngini dəyişmək istəyirdim. Fikrim qarışdı. Deməli, qobidən şrifti də dəyişək. Səliqəli yazsın. Aha, deməli, verilmiş isim cansızdırsa, bunlar üçün ünvanlayacaq what. Who, kim. Canlıdırsa, verilmiş isim cansız olsa what, canlı olsa who. Bunlar arasında fərq bundan ibarətdir. Yəni, qətiyyən ingilis dilində isimə hara sualı verməyəcək. Yadınızda qaldı. Azərbaycan dilində isimdə 3 sualdır. Kim, nə, hara. Lakin ingilis dilindəki isimdə cəmi 2 sual var. Cansızdırsa what, canlıdırsa who. What, nə, who, kim. What-la bağlı biz sual sözlərini keçəndə əlavə qaydalar, qeydlər deyəcəm sizə. What təkcə nə demək deyil, yerinə görə dəyişir. Sual sözlərini keçəndə onlar haqqında geniş məlumat verəcəm. Sonra isimlərin quruluşca növlərini bilməyiniz daha yaxşı olar. İsimlərin quruluşca 3 növü var. Bu 3 növ nədən ibarətdir? Sadə, düzəltmə və mürəkkəb. Sadə isimlər olacaq simple nouns. Sadəcə adlarını bilsəz bəs eləyəcək. Çünki tapşırıqlarda bunlara uyğun hazırlayacağım sizə. Düzəltmə isimlər olacaq derivative nouns. Sonra 3 mürəkkəb isimlər olacaq compound. Aha. Deməli, quruluşca neçə yerə böldüm isimləri?
3 yerə. 3. Birinci quruluşa malik olanların adı olacaq sadə isimlər. Yəni oxuyacağam necə? Simple nouns. Düzəltmə isimlər olacaq derivative nouns. Mürəkkəb isimlər isə adlanacaq compound nouns. Bir daha oxuyuram. Simple nouns, derivative nouns and compound nouns. PDF göndərəcəm. İnci, narahat olma. Oradan yazarsan. Hələ ki qulaq as, tam başa düşün. Qeydləri göndərəcəm, rahat özünüz qeyd eləyərsiniz dəftərinizə. Lap əgər alınsa printerdən çap da eləyə bilərsiniz. Hər iki versiyada göndərirəm ki, sizə rahat olsun. Deməli quzular, nəyə baxırsınız? İsimin quruluşca oldu 3 növü. Hansı xüsusiyyətinə görə? Quruluşuna görə. Bax, cümlələrə maksimum diqqətli olun. İmtahanda da, testi yazarkən də ümumiyyətlə həmişə çalışın ki, sizə verilmiş şərti doğru başa düşəsiniz. Deməli, sadə isimlər simple nouns, düzəltmə isimlər derivative nouns, mürəkkəb isimlər compound nouns. Deməli, adı sadalınan bu 3 növ isimlərin quruluşuna aiddir. Deməli, isimlərin quruluşu 3 növü var, quruluşca. Sadə isimlər simple nouns, düzəltmə isimlər derivative nouns, mürəkkəb isimlər compound nouns. İndi keçək hər biri haqqında qısa məlumatlar verək. Sadə versiyada deyəcəm, çox çətin versiyasını deməyəcəm. Yəni, bacardığım qədər ən sadə versiyasını deyəcəm sizə ki, yadınızda qalsın. Amma bunu qrupa atarsınız. Atacam, narahat olmayın, göndərəcəm. Sadəcə maksimum diqqətlə baxın ki, fikriniz məndə olsun. Növbəti dərs tapşırıqlar eləyəndə, testlər yazanda sizin üçün problemli hissə qalmasın. Deməli, simple nouns bir kökdən ibarətdir. Mən də şrifti dəyişməmişəm, deyirəm, niyə yazmır? Bir saniyə. Deməli, bir kökdən ibarətdir. İbarətdir. Bəli. İndi düzələr. Siz mənə deyin görüm, kök və şəkilsini necə ayırd edirsiniz? Kök nədir, şəkilsi nədir? Deyin görüm. Ana dilimizdə necə bilirsiniz? Mənə kök sözündür, şəkilsi də sözün şəkilsidir. Başqa necə deyirsiniz? Qayda şəklində necə bilirsiniz? Müəllim, sözün mənası olur, şəkilsinin mənası olmur. Əla, başqa? Məsələn, sözlərdə məsələn balıq, qatı zat olur. Amma şəkilçidə di, bu, dü, nə bilim, ağ, əq, nə bilim, elə şəkilçilər olur. İkisini də birləşdirəndə məsələn balıqçı, kitabxana, elə şeylər olur, sözlər. Başqa kim nə əlavə eləmək istəyir? Buyursun. Şəkilçilər, İnci, öncü, incə. İnci elə bildi, onunla danışırsan, mən də elə bildim. Sonra? Həmən laq. Ümumiyyətlə, cücələr, deyin görüm, şəkilçilərin özünü neçə yerə bölürük? Neçə qrupa bölürük şəkilçiləri? Həmən 2 qrupa. Hansılardır? Biri şey, adı neydi? Sual-cavab eləyirik. Sual-cavab eləyəndə mikrofonlarınızı aktiv saxlaya bilərsiniz. Sadəcə mən dərs izah Müəllim, leksik və qrammatik. Leksik və qrammatik. Qrammatik. Yaxşı, bu leksik şəkilçi nə olandı, qrammatik şəkilçi nə olandı? Fərqi nədir ki bunların? Nə başa düşürsünüz?
leksiz yeni söz yaradır. Qrammatik yaratmır. Qrammatik sadəcə sözün formasını dəyişdirir. Leksik isə yeni söz əmələ gətirə bilir. Bəli. Yaxşıdır, məlumatınız var. Deməli, ingilis dilindəki həmin bu sadə isimlər deyəndə yazmışıq bir kökdən ibarətdir. Yəni, lüğətdə gördüyünüz isimlər adətən, məsələn, tutalım ki, deyirəm ki, e-book, e-pen, e-bag. Bunlar nədir? Hamısı sadə isimlərdir. E-book, e-bag, e-pen bu şəkildə. Deməli, bunların hər biri nə olacaq? Sadə isimlər. E-book, e-bag, e-pen. Düzdür? Ona görə də bunlara deyəcəm simple nouns. Yəni, sadə isimlər. Qaydadan da məlum olduğu kimi sadəcə və sadəcə bir kökdən ibarətdir. İsimə baxın. Mən söz devrəm. Buyurun. Müəllim, 6-cı gün dərs var idi. Bir dərs internetə görə qoşula bilməmişdim, ona görə əlavə dərs atmışdım sizə. Bazar günü deyəsən onu da vəzələdim. Bəli, müəllim. Hə, deyəsən Mən bazar vatan günü. bilmən yoldaydım. Başqa Onu yerdəydim. demişdin. Sonra cücələr. Keçdik nəyə? Derivativ nouns. Bax, diqqətli olun bunlara. İnşallah 9-cu 11-ci sinifə çatanda buraxılış imtahanından bax, bunlar kök mövzulardır. İndi ibtidai versiyasını keçirik. Yuxarı siniflərə inşallah siz çatanda orada görəcəksiniz. Biraz ağırlaşmış formalarını öyrənirsiniz orada. Deməli, derivativ nounsda nə olacaq? Söz kökü, bax, qaydanı necə deyirəmsə, çalışın gələn dərs mən sizə sual verəndə o versiyada mənə cavab verin. Qaydaları dəqiqliklə öyrənin. Qoy yadınızda qalsın. Deməli, söz kökü üstə gələk leksik şəkilçi yazacağım. Leksik şəkilçi. Deməli, söz kökü üstə gələk leksik şəkilçi. Bu nə deməkdir? Bu deməkdir ki, sözün sonuna hər hansısa bir şəkilçi əlavə olunur və həmin o şəkilçinin hesabına yeni bir söz yaranır. Qoy qarşısından bərabər də yazım. Yazım ki, yeni söz əmələ gətirir. Yeni söz yaranır. Məsələn, burada sizə verilmiş söz kökü müxtəlif nitq hissələrinə aid ola bilər. Məsələn, feildən isim düzəldə bilərsiniz. İsimdən isim düzəldə bilərsiniz. Çox xırdalığa getməyəcəm, yormamaq üçün sizi. Məsələn, öyrətmək feildir. Öyrətmək feildir, düzdür? To teach. Mən öyrətmək feilindən öyrədən, yəni müəllim sözü. İndi yazıram. To teach plus şəkilçiləri yazanda bir də sizə onların orfoqrafiyasını deyim. Orfoqrafiya nədir? Düzgün yazı qaydası. İndi şəkilçilərin növləri haqqında sizə qısa bir məlumat yazacağım bura. Məlumatınız olsun. Deməli, şəkilçilər orfoqrafik cəhətdən birinci tire çəkirsiniz, sonra şəkilçini yazırsınız. Bu o deməkdir ki, təqdim olunmuş həmin bu şəkilçi sözün sonuna əlavə olunur. Yəni, sufiksdir. Bir daha təkrar edirəm. Tire çəkdim, şəkilçini yazdımsa, bu olacaq sufiks. Və sufiks olduğuna görə də bizdə birinci tire çəkilib, sonra şəkilçi yazılmalıdır. İndi baxıram. Bu sözdən əmələ gələn isim, düzəltmə isim olacaq teacher.
Məsələn, to drive, sürmək. Sürmək feilinə er şəkilsi artırsan, drive. To invent, ixtira etmək. Er, or, ar şəkilsindən istifadə edib əlavə eləsəm, olacaq inventə. Bu şəkildə siyahını genişləndirmək olar. Bu belə. Sonra keçdik mürəkkəblərə. Olacaq compound nouns. Yazmış dost. Bəli. Compound nounsda ən azı 2 sadə söz kökü olmalıdır. İndi dediyimizi əsaslandıracağıq. Deməli, məsələn, kəpənək sözü nədir bilirsiniz? Mənə butterfly. Butterfly. Sən butterfly. Butterfly. Bəli, bir butterfly. Deməli, bunu hissələrə ayıraq, baxın. Butter kərəyağı deməkdir. Fly da uçmaq. Mənim elə kəpənək uçur deyə axırda uçmaqdır. Aha, ümumiyyətlə kərəyağı və uçmaq bir-biri ilə heç bir əlaqəsi olmayan 2 sadə söz kökü birləşib, birlikdə başqa bir məna əmələ gətirir. Buna görə də bu formatda olan sözlər mürəkkəb sayılacaq. Məsələn, mürəkkəb sözlərə siz belə də deyə bilərsiniz. Sister in low. Hə, bu şrifti dəyişməmiş. Məsələn, gördünüz, burada bitişik yazılmışdı. Burada defislə yazılıb. Məsələn, deyirəm ki, mən driver. Bir nəfər kişi sürücü. Kənardan səs gəlir, mikrofonu bağlayın. Deməli, butterfly. Sister-in-law. Kimdən gəlir bu söz? Kimsə elə bir harasa vurur əlinə. Onun səsi gəlir bura. Eləməyin. Aha. Burada 2 söz köküdür. Bax, indi bunların söz köklərini ayrı rəngləyim. Baxın. Məsələn, burada 2 rəngdə verək. Baxın. Yəni, bəzən elə sözlər görəcəksiniz ki, ümumiyyətlə öz leksik mənaları heç bir-birinə aidiyyət olmayacaq. Bunlar başqa-başqa sözlərdir. Birləşərək yeni sözlər əmələ gətiriblər. Və yazılışlarına diqqət elədiniz, bitişik, defis və ayrı bu şəkildə. Belə. Lap istəyirsiniz, bu şəkilsinin də rəngini dəyişim. Biraz rəngarəngi olsun. Söz kökü də buradadır. Bir dəqiqə. Adətən rənglərini dəyişirəm. Sözü də verək yaşıl rəngdə. Belə rəngini boyayaq. Biraz fərqlənsin. Real. Deməli, nə öyrəndik? İsim. İsim ingiliscədə necə adlanır? The noun. Cansız isimlər üçün istifadə edəcəyim sual sözü what. What? Canlı isimlər üçün istifadə edəcəm who. Aha. İsimlərin quruluşca neçə növ oldu? 3 növ oldu. 3. Deməli, bu 3 növ sadə isimlər, düzəltmə isimlər və mürəkkəb isimlər olaraq dəyişəcək. Sadə isimlər ingilis dilində adlanır simple nouns. Düzəltmə isimlər adlanacaq derivative nouns. Derivative nouns. Mürəkkəb isimlər olacaq compound nouns.
Compound nouns. Aha. Deməli, simple nouns, yəni sadə isimlər bir kökdən ibarətdir. O, əvvəlki dərsdə öyrəndik ha, sizdən artikellər. Bax, görürsünüz, bir kökdən ibarətdir. Ona görə də sayıla bilən tək isim olduğuna görə. İndi mən sizə hər dərs hissə müəyyən qədərində isimlər haqqında belə məlumatlar verəcəm. Ümumiyyətlə, qrammatik baxımdan belə davam eləyəcək. Sonra, düzəltmə isimlər. Söz kökü üstə gələn leksik şəkilçini olacaq. Yəni, yeni söz əmələ gətirsin. Yeni söz. Sonra, compound nouns ən azı 2 sadə söz kökü olmalıdır. Ən azı 2 sadə söz. Məsələn, elə söz görəcəksiniz ki, merry, go round. 3 söz birləşir, mürəkkəb bir isim əmələ gətirir. Məsələn, buradakı söz önü vasitəsilə birləşib. Bunların hamısı haqqında əlavə məlumatlar öyrənəcəyik. Sonra, isimlərin ümumiyyətlə bir neçə qrupu var. Onlardan bir neçəsi haqqında bu dərs məlumat verəcəm sizə. Deməli belə. İsimlər... Qoy bunu qayda şəkildə belə yazam, sizə rahat olsun. Rəngi yaxşıdır, sadəcə sonra gələk qara rənglə yazaq bunu. Bir dəqiqə. Hafta verək. İsimlər müxtəlif xüsusiyyətlərinə görə Mən əxırına gedə bilərəm. Gedin, gəlin. Müxtəlif xüsusiyyətlərinə görə fərqli qruplara bölünür, belə yazım sizin üçün. Deməli, gəlin bunları araşdıraq. Sayıla bilən, bir dəqiqə buradakı hərfləri dəyişdirəm. Sayıla bilən isimlər və sayıla bilməyən isimlər. Sonra başqa bir qrup haqqında danışaq. Tək isimlər və cəm isimlər. Sonra ümumi isimlər, kənardan səs gəlir və xüsusi isimlər. Naz, səndədir qızım səs? Xeyr, mənə. Kənardan səs gəlir. Kimin profil şəklini görürüm? Hə, Nazdadır da, Naz mikrofonda aktivləşir. Qulaqçıqdasan qızım? Xeyr, müəllimə. Nəsə xışıltı gəlir sən tərəfdən. Aha. Deməli, isimlər müxtəlif xüsusiyyətlərinə görə fərqli qruplara bölünür. Sayıla bilən isimlər və sayıla bilməyən isimlər. Sonra tək isimlər və cəm isimlər, ümumi isimlər və xüsusi isimlər. Əsasən bunlar haqqında danışırıq. Aha. Deməli, sayıla bilən, sayıla bilməyən, tək, cəm, ümumi, xüsusi, bunlar hamısı nədir? Müxtəlif xüsusiyyətlərə görə fərqli qruplara bölünməsi. Bir saniyə.
Deməli, sayıla bilən isim, sayıla bilməyən isim. Bunlar haqqında yenə məlumat verək. Görək bunlar nə deməkdir, nə üçün istifadə olunur. Copyright verim buradan. Baxaq. Bu sayıla bilən isim və sayıla bilməyən isim. Bunlar nə deməkdir? Nə başa düşürsünüz ümumiyyətlə sözlərdən? Müəllim, Bəli. sayıla bilən isimlər insanları qoyulur. Sayıla bilməyən isimlər əşyaları qoyulur. Sən elə başa düşürsən, yaxşı. Başqalarının fikirləri nədir? Başqaları necə başa düşür? Fikirlərinizi səsləndirin, müzakirə eləyək. Bax, görürsünüz, yazıb bura sayıla bilən isim, bura yazıb sayıla bilməyən isim. Nə deməkdir, nə başa düşürsünüz? Müəllim, mən sayıla bilən isimlərdən birini də tapmışam. Aha. Heyvanlara qoyulan isimlər. Mən sayıla bilənləri canlılara uyğundur, sayıla bilməyənlər cansız əşyalara uyğundur. Başqa versiyası olan varsa buyursun, yoxsa mən izah edeyim. Müəllimə sayıla bilməyənlər, yəni çox şeylər. Mən də bilmirəm də. Ümumiyyətlə, ingilis dilində həmin bu sayıla bilən və sayıla bilməyən isimləri orada müəyyən özləri üçün qruplara bölüblər. Məsələn, əksər ifadələrdə düz dediniz. Mən burada konkret mücərrət yazmışam, sizə yox yazmamışam. Bunu yazım. Dərsə danışdıqsa yadıma düşür. Mənə sayıla bilənlər, məsələn, sayıla bilməyənlər, məsələn, book, pen, pencil, ondan sonra bedroom, living room. Yəni, ümumiyyətlə belə deyim də sizə, gözümüzün önündə olub, qarşısında rəqəm istifadə edə bildiyimiz, asanlıqla cəmləyə bildiyimiz isimlər adətən həmişə sayıla bilən isimlər olur. Mənə sayıla bilməyənlərdir, məsələn, onlarla, yüzlərlə. O qeyri-dəqiq saydı, o başqa. Siz onları qarışdırmayın. İngilis dilindəki sayıla bilməyən isimləri seçməyin ən yaxşı yolu xüsusi cədvəllər şəklində verilmiş siyahını əzbər yadda saxlamaqdan gedir. Məsələn, Müəllim qayda izah eləyir. Mikrofonlarınızı bağlayın. Deməli, hansı isim aqreqat halı? Aqreqat halı nədir? Məsələn, ola bilər ki, maye halında. Su necədir? Suyu əlimizdə saxlaya bilərik. Tezliklə axıb gedəcək, düzdür? Yəni, maye halında olan, qaz halında olan, ümumiyyətlə, noxud bilirsiniz də hansı ölçüdə, düzdür? Noxuddan kiçik nələr varsa, həmin o sözlər sayıla bilmir. Noxud və noxuddan böyük olan isimlər sayıla biləcək. Məsələn, tutalım ki, qida məhsullarıdır.
içəcək məhsullardır, yəni içki məhsullardır. Bunlar hamısı nə olacaq? Sayıla bilməyən. Bayaq yaxşı nümunələr dediniz orada, qulaq asırdım sizə. Deməli, bir qələm, bir çanta, məsələn, bir televizor, bu gözümün önündədir də, düzdürmü? Bunları mən saya bilirəm. Bəli, orada yaxşı nümunələr çəkdi yoldaşlarınız. Lakin mən bir su deyə bilmirəm. Bir su deyə bilmirəm. Əksinə nə deyəcəm? Bir stəkan su. Bir butulka su. Sonra məsələn, orada siz düyü noxuddan kiçikdir, düzdür? Mən düyünü dənə ilə oturub saya bilmərəm ki, mümkün deyil. Ona görə məhz həmin isimlərin adı olur sayıla bilməyən. Yəni, onu saymaq ya çətinlik törədir, ya qeyri-mümkündür. Adicə insan bədən üzvlərində saçımızı saya bilərik, mümkündür o. Saçımızı saya bilmirik, amma məsələn, tutalım ki, hər hansısa bir tanışımızla söhbət edirik, həmin o tanışın, tutalım ki, pencənin üzərinə bir dənə tük düşüb. Tük, başımızdakı saçın sayıla bilən versiyasıdır. Saç isə sayıla bilmir. Çünki biz öz başımızdakı saçı dənə-dənə saymağımız mümkün deyil. Saç və tük arasındakı fərq bundan ibarətdir. Yəni, sizə mən tapşırıqlar verəndə orada deyəcəm, bax, bunun mənası budur, bunun digər mənası budur. Sonra sizə rast gələcək şüşə sözü. Şüşə maddə material mənasında, məsələn, şüşədən hazırlanmış hər hansısa bir güldan, şüşədən hazırlanmış hər hansısa bir, məsələn, əşya. Pəncərə. Olar. Yəni, bu artıq şüşə materialı bildirirsinizsə, bu olacaq sayıla bilməyən isim. Lakin şüşədən hazırlanmış, məsələn, həmin o su stəkanı, o sayılır. Mən bir dənə söz deyə bilərəm. Buyurun. Mən məsəl üçün divan şüşədən ola bilməz. Aha. Bəli. Şüşədən ola bilməz. Yer şüşədən ola bilər. Bəli. Amma bu şüşədən ola bilməz. Müəllim, şüşədən pəncərə olar, şüşədən güzgü olar, Qab olar. Məqsədimiz şüşədən hazırlanan avadanlıqlar deyil. Məqsədimiz onun maddə bildirməsi, yoxsa hər hansısa bir əşyanın tərkibi olmasıdır. Maddə material məsələsidir bizim məsələmiz. Aha. Deməli, sayıla bilən isimlər adlanacaq necə? Bir saniyə. Deməli, sayılanlar olacaq countable. Countable nouns. Sayıla bilməyən isimlər isə olacaq uncountable nouns. Uncountable nouns. Adlarını öyrənin bu dərs. Mən sizə gələn dərs artıq hissə-hissə keçəcəm bunlar haqqında. Deməli, countable nouns, uncountable nouns. Countable, sayıla bilən. Uncountable, sayıla bilməyən. Buradakı an şəkilçisi bizim ana dilimizdəki, bax bu ma-mə şəkilçisi, inkar şəkilçisinə aiddir. İstəyirəm ikisini də eyni rəngdə verəm ki, sizin diqqətinizi cəlb edə bilsin. Sayıla bilməyən uncountable. Lakin buradakı sayıla bilən countable. Əslində bu sözün özünün kökü count feilindəndir. To count, saymaq feildir. Lakin able şəkilçisi gələndə bu olacaq sifət versiyası. Necə? Sayıla bilən. Lakin inkarlıq şəkilçisi, an şəkilçisi
verilmiş həmin bu düzəltmə isminin qarşısında gəlib dayananda, yəni sözün, sifətin qarşısına gəlib dayananda olacaq uncountable, sayıla bilməyən. Yaxşı, bu şəkildə davam eləyəcəyik. Bitir. Bir saniyə, niyə bunu götürdü buradan? Bitir. Sonra getdik bu hissəyə. Necə? Mən keçən bir söz deyə bilərəm. Buyurun. Ayaq yoluna gedə bilərəm. Gedin, gəlin, narahat olmayın. Yaxşı. Aha. Onsuz da dərs qeydə alınır, narahat olmayın. Deməli, tək isimlər və cəm isimlər. Azərbaycanda necə fərqləndirirsiniz bunu? Tək isim nədir, cəm isim nədir? Nə başa düşürsünüz məsələn? Müəllim, cəm isim çoxluq bildirir. Tək isim azlıq isim bildirir. Yaxşı, başqa əlavəsi olan? Bəli. Bəli. Cəm isimlər çox insanlara qoyulan isimdir. Tək isimlər bir adamı qoyulan isimdir. Yaxşı, başqa kim nəyi necə başa düşür desin? Mənə tək isimlər məsələn insanın özünə olan, insanın xüsusiyyətinə olan bir şeydir, amma cəm isim yəni hamıya uyğun bir şeydir. Yaxşı, siz də belə başa düşdünüz. Mən birini də bilirəm. Buyurun. Tək isimlərə heyvanların birinə qoyulan isimdir. Cəm isimlər heyvanların bütün hamısına qoyulan isimdir. Yaxşı. Deməli, tək isim adətən bir rəqəm ilə istifadə olunur. Bir rəqəm istifadə olunmursa, qarşısında əvvəlki dərsdə öyrəndiyimiz artikeldən istifadə edirsiniz. Məsələn, e-book tək isimdir, düzdür? Cəm isim olsa, olacaq books. Yəni, cəm isimlərin özü də bir neçə üsul və vasitələrlə düzələ bilir. Kökündən dəyişənlər var, təki cəmi eyni olanlar var, şəkilçi vasitəsilə cəmlənənlər var. Sonra ingilis dilində də ana dilimizdə olduğu kimi kənardan gələn sözlər var. Həmin bu kənardan gələn alınma sözlər ingilis dilinə də öz təsirini göstərir. İndi biz sadəcə adlarını öyrənəcəyik bu dərs. Müxtəlif mövzularda fərqli yanaşmalar olduqca deyəcəm ki, həmin mövzunu tətbiq eləyəcəyik. Deməli, tək isim deyəndə deyəcəyik singular nouns. Tək isimlər. Düzdür? Cəm isimlərsə olacaq plural nouns. Termin bilirsiniz nədir uşaqlar? Termin hər hansısa bir sahənin özünə məxsus olan söz ehtiyatıdır. Terminlər. Məsələn, biz singular nouns, plural nouns, tutalım ki, siz riyaziyyatdan öyrənirsiniz kəsir. Kəsir xətti, ədədi orta, əbob, əkob, tənlik. Bunlar hamısı nədir? Sırf həmin fənnə aid olan sözlər. Bunların adı olacaq termin. Ana dilindən öyrəndiyiniz terminlərin adı nədir? Sait, samit, heca, vurğu. Bunlar hamısı nə olacaq? Azərbaycan dilinə aid olan terminlər. Yəni, termin nədir? Müxtəlif sahələrin özünə məxsus olan xüsusi söz ehtiyatı. Termin bu deməkdir. Siz də burada ingilis dilində istifadə olunan həmin bu sözləri yazaraq öyrənin ki, növbəti dərslərdə biz artıq bunların hər biri haqqında ayrı-ayrı məlumatlar öyrənəcəyik. Yəni, şərt söz öyrənmək deyil. Söz ehtiyatını qaydaya tətbiq eləmək lazımdır. Sonra, deməli, tək isimlərin adı olacaq singular nouns, cəm isimlərin adı olacaq
plural nouns. Sonra копировать. Burada bir daha start vereyim. Yaxşı. Mən səsin... Necə? Mən elə bildim ki, səsiniz getdi. Ya, buradayım. Ümumi isimlərin adı olacaq common nouns. Xüsusilərin adı isə olacaq proper nouns. Nouns. Təkrar eləyək. Common nouns and proper nouns. Deməli, common nouns, bax burada ümumi sözündə də 2 m var. Baba, diqqətli olun. Gör necə taktika deyirəm sizə. Common sözündə də 2 m var. Ümumi sözündə də 2 m var. Common sözündə də 2 m var. Çünki bizim bu C hərfi ilə, C hərfi ilə başlayan yetəri qədər terminimiz var. Görün, neçə yerdə öyrənmişik. Countable, sonra burada öyrənmişik compound, görürsünüz? Hamısı C hərfi ilə başlayır. Yəni, bunları qarışdırmamaqdan ötəri bu ipucunu yadınızda saxlaya bilərsiniz. Ümumi sözündə də 2 m var, common sözündə də 2 m var. Sonra xüsusi isimlər olacaq proper nouns. Məsələn, tutalım ki, telefon istifadə edirsiniz, onun bir üst modeli nədir? Pro versiya. Daha yaxşı xüsusiyyətli, yəni xüsusilik var. Yaxşı, ümumi və xüsusi isim deyəndə nə başa düşürüm, nə deməkdir? Nə anlayırsınız? Buyurun. Ümumi isim nədir, xüsusi isim nədir? Deməli, ümumi isimlər ümumiyyətlə varlığı çox olan isimləri adlandırırıq. Demirəm cəm. Məsələn, tutalım ki, deyirəm pişik, it, sonra, məsələn, əşyaların adlarını deyək, çay, çanta, bu kimi sözlər, maşın. Bunlar hamısı nədir? Ümumiyyətlə, isimlərə verilmiş ümumi adlardır. Bəs xüsusi isim olsa necə olacaq? Yadınızda qalıb xüsusi isim nədir? Mənim yadımda qalıb. Bəli. Mən elə bir şüşədən hazırlananda. Naid, şüşəni biz çoxdan keçmişik, Naid. Şüşədə qalmışsan. Mənim xüsusi isim şəhərlərin, dənizlərin, ölkələrin adlarıdır. Elə birinci özümüzdən başlayaq da. Bizim hərəmizin öz adımız xüsusi isimdir. Soyadlarımız xüsusi isimdir. Sonra, düz dediniz, coğrafi adlar. Şəhər, ölkə, kənd, qəsəbə. Bunların hamısının adı nə olacaq? Xüsusi isim. Elə Nahid, başa düşdün nə demək istəyirəm? Dərsin bitməsinə neçə dəqiqə qaldı? Hələ dərs davam edir. Dərs yekunlaşında bitəcək. Sonra. Kim nə deyəcəksə buyursun. Mənim demişdiniz, bu haradasa demişdiniz, Nousun yanında 2 dənə m var, onda Nousda da 2 dənə m var. Yo, Nous sözünə baxma qızım. Bu ümumi sözündə, common sözündə 2 m var. Bu m-lara bax ki, ümumi sözündə də 2 m var, common sözündə də. Yaxşı, yəni qarışdırmayasınız deyə ipucu olaraq dedim, onu elə yadınızda saxlayın. Sizə asan olsun deyə.
Aha. İndi konkret isimlərə baxaq. Concrete nouns and abstract nouns. Concrete nouns and abstract nouns. Deməli, concrete nouns and abstract nouns. Bunlar bizim ana dilimizə tərcümədə konkret və mücərrəd isimlər deyə tərcümə olunacaq. Deməli, konkret nədir, mücərrəd nədir? Mənə bir kömək eləyin görüm, düzələr. Nə deməkdir bu konkret isim, mücərrəd isim? Nə olan işdir bunlar? Müəllim, konkret gözlə görülənlərdir, müzəffərəf görünməyənlərdir. Deməli, gözlə görə Mənim bilirsən. Aha. Mənim konkretdə stol. Konkretdə hər şey görürük. Müraciətdə isə görmürük. Arzu, yuxu, ürək. Müraciət deyil uşaqlar, bu mücərrəddir. Müraciət yazmışam. Arzu, yuxu, ürək. Mən mücərrəddə arzu, yuxu, Sevgi məsanları. bir, Arzu, yuxu, sevgi, ürək. Ürək mənim, ürək görünmür. Beyin. Yaxşı, deməli, konkret olaraq Konkret. əllə toxuna biliriksə, yəni təmas varsa, gözlə görə biliriksə, həmin isimlərin adı olacaq konkret isimlər, yəni concrete nouns. Lakin təmas yoxdur, yəni əllə toxuna bilmirik, gözümüzlə də görə bilmirik. Bu olacaq abstract nouns, yəni mücərrəd isimlər. Mücərrəd isimlər. Belə. Başqa qalan bir hissəmiz olmadı ki, hələlik. Nə oldu keçər? İstəyirsiniz şəkilçilər haqqında da məlumat yazım, yekunlaşdıraq. Yorulmamısınız? Xeyr. Deyim o hissəsində, gələn dərsə qalmasın. Yes, keçər. Aha, Deməli. yaxşı, davam edək. mən. Deməli, balalar, nəyə fikir verirsiniz? Şəkilçi məsələsi. Bunu qayda kimi yazacağım, qeyd eləyərsiniz özünüzə. Deməli, şəkilçilər Şəkilçilər. İngilis dilində ümumiyyətlə affix adlanır. Affixes. Affix adlanır. Ümumiyyətlə, şəkilçi sözünün özü affixes adlanır. Şəkilçi sözü ingilis dilində affixes. Həmin bu şəkilçiləri Şəkilçi. bəli, şəkilçiləri 3 qrupa bölürük. Deməli, düzələr. Bunu 3 yerə böləndən sonra nə iş görürük? İstədiyim versiyada bu yazacaq, ya yazmayacaq? Hə, yazdım. Deməli, birinci versiyada vay, klaviatura anacına vurdum. Hə. Birinci versiyada nə olacaq? Suffix. Yəni son şəkilçi. Son şəkilçinin adı olacaq suffixes. 2. Prefixlər. Prefix ön şəkilçi deməkdir.
Ön şəkilçi prefixes bu şəkildə yazılır. Sonra bir də var daxili şəkilçilər. Qoy yazım infix. Infixin adı olacaq daxili şəkilçi. Daxili şəkilçi. Mənim ora. Bu dərs nə yaman kənardan Mənim səs kimsən Mənim eşidirəm. kimdənsə səs gəldi? Elə onu deyirəm. Bu dərs yaman səs gəlir kənardan. Tak sesi gəlir, o sən nə bilim. Diqqətli olun. Yaxşı. Ümumiyyətlə şəkilçi sözü nə oldu uşaqlar? Affixes. Affixes. Oxunuşunu yazıram buradan. Mən oxuyamadım. Affixes yazıram da. Affixes. Affixes nə olacaq? Affixes. Şəkilçi demək. Affixes şəkilçi. Şəkilçilər indi 3 qrupa böləcəm. Son şəkilçi olacaq suffixes, yəni bu şəkildə yazılır suffixlər. Ön şəkilçi prefixes, prefixlər. Prefix. Daxili şəkilsiz olacaq infixes. Bəli, bu şəkildə bugünkü dərsimizi yekunlaşdırıram. Növbəti dərs bunlar haqqında kiçik qeydlər aparacağıq. Yaxşı quzular. Sizin bir dənə lüğətiniz qalır. Lüğətinizdə çalışacağım ki, axşama qədər yekunlaşdırım, göndərim. Əgər lüğət göndərməsəm, siz sadəcə qaydaları öyrənin. İndi artiklla paralel göndərəcəm. Bir-iki nəfər yazıb ki, qeydləri itirmişəm. Göndərdiyim materialları yazın, qeyd eləyin, sonra silin telefondan. Teacher, siz verdiyiniz dərsləri yazmışsınız. Müəllim, Bəli, bir söz deyəcəm. eşidirəm. Word of ID atasız. Nəyə? Word of ID. Aha, Word deyirsən. Atacam. Teacher, siz dərs vermişdiniz, onları yazmışam mən hamısını. Göndərənlərin materiallarına baxmışam. Göndərməyənlər də göndərsin, baxım onlara. Görüm nə iş görüblər. Mən 1:21 dəqiqə yazmışam. Gördüm. Sözünüz, tapşırığınız başa düşmədiyiniz hissə yoxdursa, dərsimiz yekunlaşdı. Goodbye, teacher. Goodbye, children. Goodbye. Goodbye teacher. Sağ ol müəllim. See you. Görüşürüz. Sağ olun. Aa.